düzgün qidadan başlayır. Qida sinerjisi. Taxıl qutusunun üzərində heç vaxt görməyəcəyimiz minlərlə fitokimyəvi maddə var və onların bir çoxu xroniki xəstəlik riskini azaltmaqda rol oynaya bilər. Bu, sadəcə bildiklərimizdir. Bilirik ki, bütöv bitki qidaları davamlı şəkildə qoruyucu təsir göstərir. Ona görə də alimlər bəzən bu təsiri verən sehirli maddəni tapıb həb kimi satmağa çalışırlar. Amma həblər meyvə və tərəvəzlərdəki bu təbii və balanslı birləşməni təqlid edə bilmir. Maddələr ayrıldıqda ya təsirini itirir, ya da fərqli davranır. Bitki qidalarının antioksidant və xərçəngə qarşı təsiri çox vaxt əlavedici və ya sinerjik təsirdən gəlir. Yəni, bütöv qida hissələrinin cəmindən daha güclüdür. Bu da izah edir ki, niyə bir həb bütöv bitki qidasını əvəz edə bilmir? T. Colin Campbell'ın vurğuladığı kimi, 100-dən çox araşdırma vitamin əlavələrinin uzun müddətli fayda vermədiyini göstərib. Üstəlik, bəzi əlavələr diabet, ürək xəstəliyi və xərçəng riskini artıra bilər. Balıq yağı da faydasız, hətta bəzən zərərli görünür. Amma elmə baxmayaraq, insanlar yenə də alır. Çünki tez nəticə verən həblərə maraq çox böyükdür, xüsusilə pul qazanmaq mümkün olanda. Hər bitkinin minlərlə fərqli fitonutriyenti var və hər bitkinin profili başqadır. Bu da fərqli qidalar birlikdə yeyildikdə daha güclü təsir yarada biləcəyini göstərir. Məsələn, beta-karotini həb kimi yox, yer kökü kimi yemək daha faydalıdır. Çünki yer köküdə beta-karotinlə birlikdə işləyən çoxlu başqa maddələr var. İndi təsəvvür et, yer kökünü humusa batırırsan. Bir anda minlərlə yer kökü maddəsi, minlərlə noxud maddəsi ilə birləşir. Bu araşdırma da məhz bunu yoxlayıb. Fərqli meyvələri, tərəvəzləri və paxlalları birlikdə yeyəndə nə baş verir? Nəticə, fərqli qida qruplarını birləşdirmək sinerji ehtimalını artırır. Məsələn, təkcə moruğun antioksidant gücü belədir, adzuki lobyanınki isə belədir. Əgər təsir sadəcə toplanma olsaydı, birlikdə nəticə ortada olmalıydı. Amma əslində, birlikdə daha güclü təsir göstərdilər. Eyni şey xərçəng hüceyrələrinə təsirdə də görüldü. Üzüm döş xərçəngi hüceyrələrinin böyüməsini təxminən 30% azaldırdı. Soğan isə daha güclü idi, 50%. İndi yarı üzüm, yarı soğan versək, ortalama nəticə gözləyərdik. Amma nəticə 70%-ə qədər azalma oldu. Yəni, bütöv üstəgəl bütöv bərabərdir hissələrin cəmindən daha güclü. Bəs tövsiyə nə oldu? Salata biraz kişmiş, biraz qırmızı soğan əlavə etmək. Burada pul yoxdur. Əsl məqsəd bu qarışıqlardan gələcəkdə satıla bilən yeni məhsullar yaratmaq idi.